Bir sürücü imkandan asılı bir şeydir. Biz bugünkü gün deyə bilmirik ki, sat o maşını, sənə yaraşmır o maşın. Ya o sözü heç kəsə demək olmur. O sözü heç kəsə demək olmur. Amma ola bilər də bir insanın düşdüyü və qalxdığı, yəni imkan olaraq düşdüyü və qalxdığı periodlar olur. Ola bilər ki, bu adam çox imkanlı olub, maşınını da saxlayıb. Bugünkü gün elə bir situasiyadır ki, o pulu, bəlkə də varı da ha o pulu. Amma maşın üçün nəzərində tutmayıb o pulunu ki, hə, o pulu qoyum mən maşına, bugünkü o problemi. Bəlkə onun daha ciddi problemi var, ehtiyatını güdür ki, maşına qoymayın bugün. O adamı da başa düşmək lazımdır. Yəni, elə bir şey yoxdur ki, hə, belə bir şey ola bilər ki, adam məsələn, hal-hazırda da bizdə servisdə var, RAV4-dür, 2014 model, başlığın ara qatı, yaxşı, qalovka praklavkası. Hə, bu şeydə başlıq Qalovka praklavkası. Medinstə oxuyuram, elə bilirəm, dərsdə oturmuş. Qalovka praklavkası yanıb maşını. Amma maşında yağ yığma problemi də var. O adam, misal üçün deyirəm də, 1000 azenlik xərclə yola salına bilər. Amma mən adama tövsiyə elədim ki, 1000 eləmə bunu, elə 2500 avtomobilin mühərriki əsaslı təmir olunsun. Sabahsı gün də o yağ azaltma artanda yenidən gəlib sən bu qalovka praklavkasına çəkdiyin xərci təzdən çəkəsən o ümumi xərcin içində. Yəni, onu aradan qaldırıq, bir dəfə xərclə. Bir dəfə xərclə və indən sonraki qulluğunda daha diqqətli olsan, bəlkə də, məsələn, indiyə qədər 200 min sürmüşdün, bəlkə də indən sonra 300 min problemsiz sürəcəksən.